F63-də əvvəlcə 1-24, sonra 40-47, sonra 56-63 aralıq. Baxaq. Verilən cümlə inkar olduğuna görə so'ları çıx, to'ları çıx. Bir cümlədə iki inkar olma, neither'ın yanı ikinci inkar olma, qalır D. Əgər hər hansı bir köməkçi feili inkarda görsünüzsə, birinci elə onun özünü axtarasınız. Do, üçüncü şəxsdəkində does olur. Yəni is yox, was yox. Və cümlə də inkardadır. So'ları seçə bilmirəm. A ilə Y arası qalan bir cümlədə iki inkar olma, qalır A. Baxın, yuxarıdakı başqa cümlədir, aşağıdakı başqa cümlədir. Malumala qatmayaq. Verilən cümlə təsdiq olduğuna görə inkarları, either'ları çıxıram, neither'da çıxıram. Köməkçi feil are'dır, digər şəxslərdə is olur, ya da am olur. Yəni, mənə əmzar lazımdır, do, does yox. Cavab D'dir. Cut, həm fərq yoxdur, zaman tamam. Zaman çünki baxıram, hamısında eyni verib. Olsun, cümlə təsdiq olduğuna görə neither, either'ı çıxıram, 1-2. Tipik qəbul sualıdır, yəni bu tipdə düşür, elə indi bu tipdə düşür. 1-2 A variantı. Verilən cümlə təsdiq olduğuna görə either, inkar, either, bunları çıxıram. Və burada görürsünüz, bu cümlədə əmzar heç biri yoxdur deyə mən əmzardan birini seçə bilmərəm. Says, əsas feil verib və üçüncü şəxsindəki S verib. Üçüncü şəxsindəkində S verirsə, demək indiki sadə zamandır. Ona görə do, does. Ask keçmişdi. Köməkçi feil diddi. Did olmayan variant görsəz, bəli gördüm, o səhvdir. Və cümlə təsdiq olduğuna görə either və neither'ları çıxıram, qalır C. Cümlə təsdiqdə olduğuna görə neither, either bunları çıxıram. Cümlədə past simple var, onda köməkçi feili diddi, make'in keçmişidir. Was were yoxsa was were seçməyin. Əmzardan biri yoxsa əmzardan heç birini seçməyin. Will yoxsa will seçməyin. Bunlar sizin işinizi asanlaşdırır. Cavab A. Cümlə təsdiq olduğuna görə mən inkarları neither çıxıram, qalır 1-3. Cümlə inkar olduğuna görə to'nu çıxıram. Either'ın olması üçün bu cümlə inkarda olmalı idi, qalır 1-4. Cümlə inkarda olduğu üçün to'nu çıxıram. Either'ın cümləsi inkar olmalıdır, qalır yenə 1-4. Cümlə təsdiq olduğuna görə inkarları, neither'ları, either'ları çıxıram. Burada are var. Yəni əmzar deməkdir. But verəndə onun əksini verməliydim. Isn't. Bu isə təsdiqdədir. Qalır D. Had to demək past simple demək. Past simple demək did deməkdir. Past simple. Keçmiş sadə demək. Və cümlə təsdiqdir. Təsdiqdə olanda either, neither, inkarları çıxıram. Qalır B. But versəydim, məsələn, bu məntiqli olardı. Bu but da yoxdur. Verilən cümlə təsdiqdə olduğuna görə neither və inkarları çıxıram, qalır E. Verilən cümlə təsdiq olduğu üçün inkarlar və neither'lar çıxıram, qalır A. Verilən cümlə təsdiq olduğu üçün inkarları çıxıram, qalır B, E. Cümlə təsdiqdir, but'ı verəndə olmalıydı inkar, qalır o zaman B. Cümlə inkarda olduğu üçün so'ları, to'ları çıxıram. Neither'ın yanında ikinci inkar olma, yəni bir cümlədə iki inkar olma, qalır B. Cümlə sadə indiki sadə zamandır və təsdiqdə olduğu üçün either, neither və inkarlar çıxıram. Feildə S varsa, tek K qalsın qalmaq. Feildə S varsa indiki sadədir. Bunda köməkçi feili do ya da does deməkdir. Is yox. Yenə deyim, əmzardan birini görmədən əmzarı seçmirik. Cümlə inkardadır. Köməkçi feil do, does'dır. Ona görə is'i çıxıram. So, also, to'nu çıxıram. Qalır C. Has got indiki bitmiş zaman sayılır. Nə olsun ki, have got, has got. Yenə köməkçi feil have, has'in özüdür. Cümlə də təsdiqdədir. Neither, inkar, neither gedir, qalır C. Will var, gələcək, will axtaracam. Və cümlə təsdiqdədir. Mən inkarları bir silim, qalır E. Cümlə təsdiqdədir, mən inkarları silim. Either, neither da gedir, qalır C.
Cümlə təsdiqdədir, mən inkarları silim, neither'ları silim, qalır B. Cümlə təsdiqdədir, either'ları çıxıram. S var feildə. Deməli, indiki sadədir. O zaman köməkçi feil ya do'dur, ya does'dır. Yəni, əmizar ola bilməz. Qalır C variantı. Və cümlə təsdiqdə olduğuna görə inkarlar either, neither gedir. Verilən cümlə indiki sadədir. Yəni, feildə S varsa indiki sadədir. Do ya da does deməkdir. Əmizar yox. Əmizarı görmədən əmizar seçmirəm. Tamam. 47. 47, sorry. I have to. Have to indiki sadə olduğuna görə köməkçi feil do, does deməkdir. Yəni, do, does'ı axtaracam. Neither ümumiyyətlə cümlə təsdiqdə olduğu üçün neither, either seçmirəm. Qalır 2, 4, C variantı. Apostrof S-dən sonra feil, ing varsa has yox. Is seçirəm. 2 ilə 3. Qalır D variantı. Apostrof S yenə ing olduğuna görə has'lər yox, izlər seçirəm. 1, 4, D variantı. Verilən cümlə təsdiq olduğuna görə inkarları, either'ları çıxıram. 1, 2 və 5-ci cümlədə də ortaya but verəndə nə olur? Əksi olur. Bu təsdiqdirsə, bu da onun əksi. Cavab 1, 2, 5, B variantı. Verilən cümlə təsdiqdir. Either və inkar çıxanda zaten 1, 3, 5 cavab qalır. Burada E variantı. Təsdiqdir, but'ı verəndə əksi oldu. Cümlədə inkar var. Ümumiyyətcə hardly görsəz, never görsəz cümlə inkardır. Ona görə sonu götürə bilmirəm. Also'nu götürə bilmirəm. 2, 4. D variantı. Haven't announced deyir. İndiki bitmiş. Ona görə köməkçi feil have 3-cü şəxs təkində has'ı axtaracam. Did ola bilməz və cümlədə inkarda olduğu üçün to'nu seçmirəm, so'nu seçmirəm. Either'ın olması üçün bu cümlə inkar olmalıydı, qalır A variantı və nəhayət we usually have breakfast. Have burada əsas feildir. Have ya da have to, has ya da has to bunlar indiki sadə zamandır. Ona görə do ya da does axtarırsınız. Və cümlə də təsdiq olduğuna görə inkarları çıxıram. İnkarları either bunları da çıxdım. Y variantı. Elə E variantı qalır. 56, 63. Verilən cümlə inkardır. Tamam mı? Mən də variantdan sonu seçə bilmirəm. Bu nə asan. 1, 4, C variantı. Verilən cümlə inkar olduğuna görə sonu seçə bilmirəm. 1, 3, D variantı. Bunların da düşmə ehtimalı var. Olduğu kimi. Verilən cümlə inkardır və apostrof S-dən sonra let var. Yəni bu has let deməkdir. Sorry, yox. C-nin dədəsi deyir, heç nə. Let. Zaman fərqi qoymub. Hamısı keçmişdi, əla, heç nə. Cümlə inkardır, ona görə sonu çıxıram, qalır 1, 4. Yenə də eyni tipli test, bu da düşə bilər, yəni 58-59-a düşə bilər. Verilən cümlə inkar olduğuna görə sonu çıxıram, çıxıram, qalır 1, 3. A. Has to, have to, do, does deməkdir indiki sadə zaman. Tak işte do, does axtarıram. Have yox. Cümlədə inkar yox, təsdiq olduğuna görə neither'ı çıxıram. Amma but'ı verəndə gərək əksi olaydı. Don't. Olmadığına görə qalır E. Verilən cümlə təsdiqdir. Has adapted indiki bitmiş zamandır. Köməkçi feil have, has'ı axtaracam. Did'i axtarmayacam. Təsdiq olduğuna görə inkarları seçmirəm. Qalır C. Cümlə təsdiqdə olduğuna görə either, inkar, neither çıxıram, qalır 2, 4, B variantı. Və nəhayət cümlə has heard indiki bitmiş və inkarda olduğuna görə to'nu çıxıram. 1, okey. But'ı verəndə əksi olmalıdır. Yəni bura inkarsa, bura təsdiq olmalıdır. But Jack has olmalıdır, səhvdir. Qalır 3, 4, 5 var mı? Var. Okey, belə. Bir iki dənə də burada ekstra bir iki şey görmüşdüm. Onu da lütfen gəlin mən deyim arkadaşlar. Məsələn, indi tərsinə verib, əvvəl buranı verirdi, aşağını tapırıq. İndi aşağıdan verib, yuxarı tapırıq. Köməkçi feil budur. Bu da hansı zaman köməkçi feildir? İndiki bitmiş zaman. Üstəgəl 3. Yəni have, has, üstəgəl 3 axtarıram. Have,
has üstəgələk 3 axtarım. Var burada, var burada, var burada. Amma bu təsdiq, çünki sonu biz təsdiq üçün seçirdik. Ona görə inkarları çıxıram, qalır B. Eyni şeyi tərsinə eləsən, bitmiş zamanı olduğuna görə həvəz axtarıram. Məsələn, vermişəm burada. Təsdiq olduğuna görə so vermişəm. İndi buna baxın. Yenə bura təsdiq olmalıdır ki, okay, she does desin. Bu suala cavabdır və eyni zaman olmalı. Çünki does burada indiki sadə zaman olmalıca do does verəsən. Apostrophe sonra feil gəlibsə, bu feil 3-cü forma has demək. Has read. Eyni şey burada has got. Bu allowed did deməkdir. Has served. Bu da indiki bitmişdi. Has to do does deməkdir. Zaten burada veribdi E variantı. Bu heç. Ya bir dənə də o tipli, bir dənə də belə baxaq. Ələ buna baxaq. Deməli, bu deyir ki, mənə təsdiq seç. Onca mən burada inkarı nə edirəm? Silirəm. Do da deyir ki, mənə indiki sadə zaman seç. Var burada. Yoxdur, yoxdur, yoxdur. Niyə yoxdur? Üçüncü şəxsin təkində let s qəbul eləsəydi, lay s qəbul eləsəydi, shot s qəbul eləsəydi, mən indiki sadə olardı. S qəbul eləmədiyi üçün bunlar keçmiş sadə deməkdir. Ona görə onlarda köməkçi və did. Belə, arkadaşlar, növbəti videoda görüşərik. Riç, hələlik.